Rusiya Federasiyasının Ukrayna ilə bu müharibədə biz görürük ki, Zaporojye, Donetsk istiqamətində hücumlarını davam etdirir. Harada ki, nadir metallar orada yerləşir. Yəni ki, tamamilə o nadir metalları Rusiya götürdükdən sonra o ABŞ ilə Ukrayna arasında bağlanan sazişin əhəmiyyəti qalmayacaq. Eynən. Yəni ki, o nadir metallar hamısı olacaq Rusiyanın nəzarətində. Artıq Çin də həmin o nadir metallar üçün Rusiyaya müraciət edib. O sülh müqaviləsi bağlanan kimi Rusiya Çinlə onu realizə edəcək və burada milyardlar qazanacaq. Ona görə hadisələr hələ ki final nöqtəsinə çatmayıb. Zavyaskadır da o ədəbi dildə desək, kulminasiyaya doğru gedir. Kulminasiya harda olacaq bilmirik. Amma mən o müşahidə edirəm ki, bu hadisələr kökündə həmin bu nadir metallar uğrunda mübarizə gedir, bu litium uğrunda mübarizə gedir və bu litiumla olan mübarizə yəqinləşən kimi, onu bölüşən kimi, razılaşan kimi dünya gücləri bu münaqişədə bitəcək.